Hər kəsə salamlar. Deməli, burada duşdan çıxmışam, saçımı quruduram gördüyünüz kimi. Əslində mən saçımı keratin elətdirmişdim. Nə vaxt elətdirmişdim yadımda deyil, amma məktəbin ortalarında olduğunu bilirəm, yəni yadımda qalan odur. Və mənə keratini elətdirəndə 6 ay saçımda qalacağını demişdilər, amma 6 ay qalmasa da 6 aya yaxın bir müddət qaldı. 4 ay, 5 ay, amma 4 ay saçımda tam qaldı. 5-ci ay saçım qabarıq olurdu. Yəni fenlə düzləşdirmədən qabarıq olurdu. Saçımı qurutdum. Bu saçımın təbii halıdır. Şişdi biraz, qabarır, çox qabarır. Hələ bu yaxşı halıdır. İndi saçımı düzləşdirək. Əslində bilirəm ki, saç düzləşdirmək saçıma çox zərər verir, saç qırıqları əmələ gəlir saçda. Amma düzləşdirmədən də xoşuma gəlmir. Çünki saçım həqiqətən də təbii halı çox qabarıq bir saçdır. Ona görə düzləşdirirəm. Hətta mən saçımı düzləşdirməmişdən qabaq, yəni heç bir yağ falan istifadə eləmirəm də saçıma. Yağ dəyəndə yəni sprey istifadə eləmirəm, onu istidən qoruyan. Amma demək olar ki, 4 aydan, 3 aydan bir saçımın qırıqlarını kəsirəm. Ucundan əsasən biraz kəsirəm ki, saçımın pis olmasın. Hər kəsə salam, Fidan Əra kanalına xoş gəldiniz. Bugün sizlərlə birlikdə yeni bir günlük vloqla qarşınızdayım. Deməli, videonun əvvəlində onsuz gördünüz. Saçımı, deməli duş almışdım, saçımı qurutdum, sonra düzləşdirdim. Günümün qalan hissəsində isə indi istəyirəm acam. Gedim yemək hazırlayım, özümə yeyim, yumurta salmaq istəyirəm. Mən çox sevirəm şirin yumurtanı, şirin yumurta eləyib yeyəcəm. Sonra quşlarımın qəfəsini təmizləməyi düşünürəm, biraz onlarla vaxt keçirəcəm. Sizə o birisi videoda oxuduğum kitabları göstərməmişdim. Bu videoda onları göstərib onlar haqqında qısaca danışmaq istəyirəm. Belə görək, günün davamında nələr eləyirik və dərs də eləmək istəyirəm təbii ki də. Onda videomuza keçək. Deməli, gəldim mətbəxə, özümə yumurta salıram. Əslində səhər deyil, yəni günortadır, saat 3-dür. Mən yuxudan çox gec durmuşam yenə. Əslində gec durmuram. Gec sayıla da bilər, bilmirəm. Saat 12-də yuxudan dururam. Amma günə gec başlayıram. Yay olduğu üçün biraz tənbəlləşmişəm, belə deyim. Amma yemək var, mən yenə də ürəyim çox pis yumurta istədiyi üçün yumurta salacağam indi. Başlayaq. İndi ən sevdiyim çiyələk mürəbbəsinin o şirəsi qalıb, ondan qoyacağam. Əslində orada da var, amma bu qalıb onsuz qoyuram bunu. Tökürəm üstünə. Deməli, yumurtam hazırdır, belə göstərim. Üstünə çiyələk mürəbbəsini tökdüm, şirəsini. İndi özümə kofe hazırlamaq istəyirəm, Nescafe. Suyu qoydum, qaynasın orada, sonra kofemizi hazırlayaq və indidən deyim, çünki videonun axırına saxlamayayım. Əgər videolarımı bəyənirsinizsə, kanala abunə olub, mənə dəstək olub, videoları bəyənməyi unutmayın. Bu arada buradan çox qəşəng işıq düşür. Bu arada istidəyə bununla yapışmışam. İndi istəyirəm quşlarımın qəfəsini təmizləyim. Onlar biraz evdə uçsunlar falan, qanatları açılsın. Sonra sizə kitablarımı göstərəcəm. Yeməyimi də yedim bu arada, çox az idim. İndi çox rahatam, yəni yemək yediyim üçün.
Deməli, bunu sərəcəm altına. Onlara da isti su, qaynanmış su tökürəm. Bu arada yemləri var idi də, yemlərini dəyişmədiyim. Sular da orada istidir deyə, soyusun deyə qoydum. Mən meyvə yeyəcəm indi, biraz tabletə baxaraqdan. Bu da özü üçün gəzir. Işınlandı bura bir anda. Mən quşları qəfəslərinə qatdım. Bir yarım saat falan evdə oraya bu yana uçub elədilər. İndi istəyirəm ki, balaca kitablığımı sizə tanıdım. Bir 2 dəqiqə falan çəkə bilər bu, amma sürətli tez tanıtmağa, danışmağa çalışacağım. Çünki hamıya kitablar yəni maraqlı gəlmir. Ona görə ilk öncəliklə istəyirəm yaxın çəkim belə göstərim sizə. Deməli, yaxından belə görünürlər. Bu balaca fiqurları da özüm hazırlamışam. Bəzilərini qardaşım hazırlayıb, amma çox şirin göründüklərinə görə bura qoymaq istəmişəm. Belə göstərim. Deməli, ilk kitabımı göstərməklə başlayıram. Belə göstərim, Arslan Arslanın Beyaz Ləkə kitabı. İkisini də almışam və oxumuşam. Deməli, mən normalda kitablarımı postitləməyi sevmirəm. Amma Beyaz Ləkənin yeri məndə həqiqətən o qədər ayrıdır ki, o qədər qəşəng cümlələr var ki, hərəsinin altından xətt çəkib postitləmişəm ayrı-ayrı hər iki kitabında. Hərəsinin mövzusu haqqında, yəni istəmirəm bütün kitabın mövzusu haqqında danışım buradakı olanları. Çünki elə çox vaxt gedir. Dediyim kimi, bütün hamı yəni kitablarla maraqlanmır. Ona görə sıxıcı gələ bilər. Belə yəni göstərim. Bunun dediyim kimi gələcəkdə istəyirəm ki, belə üzlüsün alım, yəni indilik bunlarla idarə edək. Sonra belə göstərim. Soba ilə saklambaç var məndə. Mən bunları sifariş eləmişdim deyəsən Trendyoldan. Və bunları sifariş edəndə elə bilirdim ki, elə normal, yəni bu kitab boyundadır. Hətta belə göstərim, fərqi daha yaxşı başa düşün. Nə qədər fərq var aralarında. Elə bilirdim normal kitab boylarındadır, amma gələndən sonra gördüm ki, bunlara deyəsən zip boy deyirlər. Zip boy. Yəni balaca kitablarda, amma əgər hər tərəfdən də yəni yaxşı baxmaq lazımdır işə. Əgər normal kitab boyda gəlsəydi sadəcə bir kitabı gələcəkdi, amma belə olsun, iki kitabı da əlimdə vardı indi mənim. Bunlar da çox maraqlı kitabı idi həqiqətən də. Yəni bunların da yeri məndə ayrıdır, amma biraz yetişkin oxurlar üçündür bu kitablar. Sonra belə oyunbaz var məndə. Göstərim. Bu kitab da çox qəşəng bir kitabdır. Çox həvəslə oxuyurdum həqiqətən də. Dediyim kimi hərəsinin mövzusu haqqında danışmaq istəmirəm, çox uzun olmasın deyə. Amma bunu deyə bilərəm ki, bu kitab səhv eləmirəmsə 3 kitab olmalıdır. Hələ 3 kitabı çıxıb deyəsən səhv bilmirəmsə. Oyunbazdır. Bundan sonrakı düzənbazdır. Sonrası da bilmirəm. Yadımda deyil. Səhv demiş ola bilərəm, canbaz olmalıdır. Amma məndə hələ bunun bir kitabı var. O birisi kitabın neçə vaxt almaq istəyirəm, amma hələ almamışam, fürsət olmayıb. Sonra ən sevimli kitablarımdan Gökçən. Sizə axırıncı videomda da danışmışdım. Demişdim ki, axırıncı oxuduğum kitab Gökçəndir. Bu 4 dənə kitabdan ibarətdir. Asker qurğusudur. Və bunu da deyə bilərəm, bu arada oxuduğum yerdə hələ buralarda qalmışam deyə belə qoymuşam ayrac. 4 dənə kitabda dedim, bu yəncəyə 4-ünü də qurtarıram, amma heç bunu yəni bitirməmişəm. Az qalır, amma hələ qalır da bitirməmişəm. Bunu da qoyaq bura. Həqiqətən də elə ayrı evrənə ışınlanırsan Gökçəndə. Deməli, sonrasına gələk nəyə? Kitablar azalır götürdükcə. Məndə belə bir kitab var, Drakula. Əslində Drakula adlı çox kitab var, amma mən bu kitabı oxumuşam. Yəni bildiyiniz kimi Drakula ölür, sonra dirilir falan. Bu da həqiqətən mövzu baxımından çox qəşəng bir kitab idi. Bu arada mən bu bayaq göstərdiklərimdən Oyunbaz, Beyaz Ləkə, Gökçən, onları 10 manata almışam. Ciltsiz olduğu üçün ciltləri 20-25 manata olur əsasən. Belə bu Drakula. Bu arada bunu 4 manata almışam. Almışdım yəni daha doğrusu zamanında. Sonra Mərcan adası var. Mən bu kitabı belə yaxından göstərim. Bu kitabı elə bilmişdim ki, belə maraqlı bir mövzusu var. Kimsə düşür bu Mərcan adasına, başına hadisələr gəlir. Elə də hadisələr yer verilib içində, amma ən çox Mərcan adasının əlamətlərindən danışır. Heç oxumamışam, yarıda saxlamışam. Bu arada bu kitabı çox əsəbləşirdim yəni oxuyanda. Mərcan adasının ancaq əlamətləri var idi. Sonra belə kimsəsiz kitabı var. Bunu da göstərim. Bunu neçəyə almışam? Hətta bunu daha ucuz almışam, 3 manat 20 qəpiyə. Belə kitablar oxumağı da çox sevirəm. Kimsəsizdə əsasən nə haqqında? Kimsəsiz biridir və başına gələn hadisələr haqqında danışılır. Bunun arxasında belə Gümüş Konkilər kitabı da var. Mən bunu da oxumuşam, amma dostumdan alıb oxumuşam. Öz əlimdə yoxdur o kitab. Sonra sizə mən Sherlock Holmesun kitablarını çox sevirəm deyə demişdim. Məndə 2 dənə kitabı var, çox sevsəm də hələ 2 dənədir. Biri belə qırmızı kitabdır, Sherlock Holmesun macəraları deyə. Sonra mən detektiv janrında hər şeyi çox sevirəm. Bu arada detektiv oyunu oynamağı çox sevirəm, kitablar oxumağı çox sevirəm. Bu da Sherlock Holmesun arxivindən belə göstərim. Mən çox adamda bu kitab vardı bu arada, bu kitablar. Sonra deməli belə kitablarım var. İlk öncəliklə bunu göstərim. Dəfinələr Adasının Sirri deyə bir kitabdır belə. Deməli bu kitabı da 4 manata almışam. Mən vaxtında belə qapağını görəndə çox xoşuma gəlmişdi, almaq istəmişdim. Elə bunlar bu arada qohumdular. Dəfinələr Adasına gedirlər, orada başlarına macəralar gəlir. Sonra belə 3 manata aldığım Kör çalğısı var idi. Əslində Kör çalğısını mənə ad günündə hədiyyə vermişlər, özüm almamışdım. Bunu yarıya qədər oxumuşam. Niyə bilmirəm, amma başlarda çox belə sarmadı deyə yarıya qədər oxudum, mən də axıra qədər oxumadım. Bundan sonra belə Agatha Christie'nin, bilmirəm, Agatha Christie'nin belə 10 zənci balası var. Mənim ən belə sevdiyim kitablarımdan biridir deyə bilərəm 10 zənci balası. 10 dənə deməli adam adaya düşür. Və bu adada da elə ki bir qatil olur, bir hamını öldürür, amma bunlar bilmirlər ki öz aralarından qatil kimdir, onu tapmağa çalışdıqları bir kitabda. Axırda da bir nəfər sağ qalır ya da heç biri sağ qalmırdı deyəsən. Belə. Sonra belə 3 dənə
Nəysə, telefonum az qalırdı, düşdüm, qurtardıq. Sonra belə 3 dənə klassik kitabım var, göstərim. Mən normalda heç klassik kitab oxumamışam. Hətta bunlar mənim ilk klassik kitablarım idi. Biri Ayşe Soka, belə göstərim. Həqiqətən marağımı çəkmişdi oxumağa başlayanda. Hətta yox, bunu oxumamışam. Hə, 3 dənəsini almışam, aralarından bir dənə bunu oxumamışam. Oxuyaram. Klassik kitab çox axıcı gəlmirdi mənə. Ona görə çox oxumağı tərcih eləmirəm. Sonra bu çox məşhur bir kitabdır. Bilinməyən bir qadının məktubu. Belə desəz maraqlı idi. Çox duygusal kitab idi, amma mənə maraqsız gəldi. Yəni dediyim kimi klassik kitablar mənə axıcı gəlmir, amma oxumuşdum. Onsuz da nazik, yəni çox bir səhifəsi yoxdur. Sonra tuhaf bir öykü var belə kitabda göstərim qapağında. Burada yarıya qədər oxumuşam, yarısını da saxlamışam. Sonra belə göstərim. Mustafa Kemal Atatürk'ün kitabı var məndə. Burada da onsuz yəni ancaq o haqqda danışılır. Belə bəs eləyə biləcəyim bir şey yoxdur əlavə. Sonra Martin Eden kitabı var. Bu da ki maraqlı bir kitab idi. Oxuna bilər bir kitab idi. Yəni pis deyildi. Belə göstərim. Sonra yenə bir Vətdə kitabı. Adora Yağmurun Buzdan Kıvılcım kitabı var. Bu da 3 dənə kitab olmalı, səhv eləmirəmsə. Küldən reverans var, sonra Ateşdən təzahürat var. Amma mən hələ bir dənə bu kitabını almışam, oxumuşam. Onsuz bu 3 seridə bir-birindən əlaqəsiz kitablardan görə alıb $90 oxumasan da, amma tam yan kitablardı. O çerezlik deyirlər, tam elə kitablardı yəni. Sonra belə sonuncu kitablara gəldik. Düzdür, burada kitablar qaldı, amma bu kitabların heç birini mən oxumamışam. Onlar atamın gətirdiyi kitablardı və qoymuşam kitablığımın yanına. Deməli, sonra 80 gün dünya ətrafında ilk yenə vloqlarımda sizə demişdim. 80 gün dünya ətrafında mənim oxuduğum ilk kitabdır. Məni kitab sevdirən bir kitabdır, yəni. Mənim kitab sevgim bu kitabdan sonra başlamışdı. Belə bəhsdə girirlər 80 gün dünya ətrafında dolaşmalıdırlar, gəzib gəlməlidirlər və axırda bəhsi qazanırlarmı? Deməyəcəm onu. Sonra şey var, Qış Günəşi. Bu da Vətbət kitabıdır və bu da 2 kitabdan ibarət bir kitabdır. Bunun birinci kitabı mən almamışdım, tabletdən oxumuşdum. Amma ikinci kitabıdır bu və ikinci kitabını alıb oxumuşam. Yəni dostluq kurqusudur da, belə deyim. Və mən həqiqətən içərisində dostluq barındıran kitabları çox sevirəm, sevərək oxuyuram. Belə yəni maraqlı bir kitab idi. Amma ikinci kitabında daha çox belə duyğulara, hisslərə yer verirdi. Birinci kitabı daha macəralı idi, belə deyim. Sonra Şahin və Şəhlanın deyə bilmədim. Şahin və Şəhlanın sərgüzəştləri belə bir kitabdır. Həqiqətən qapağını o qədər bəyənirəm ki bu kitabı və hətta belə dostum bu kitabı oxuyanda belə bir şey vantik vurub bura, içi belədir. Bu kitab da çox bəyəndiyim bir kitabdır. Bilmirəm bunu neçə almışdım. Belə Şahin və Şəhlanın başına gələn hadisələrdən danışılır. Ümid edirəm ki, kitab göstərməyim maraqlı olubdu deyə fikirləşirəm. İndi mən bura yığdığım kitabları bir-bir təzədən bura düzməliyəm, fiqurları falan üstlərinə qoymalıyam. Özə rəngçilərinə görə düzürəm bu arada, düzəndədir, səliqəli görünsün deyə, rəng tonlarına görə. Bir də belə postitim var idi, beyaz ləkəni postitləmək üçün almışdım. Amma dediyim kimi, kitab postitləməyi sevmədiyim üçün istifadə eləməmişəm, qalıb belə. İndi kitablarıma bir-bir düzək yerinə. Buranın halı, vəziyyəti belədir yəni. Bu arada kitablarıma qarşı çox həssasam. Həqiqətən də, yəni, orası əzilsin, burası əzilsin. Elə olanda dəhşət pis oluram, yəni. Çox gözüm kimi baxıram onlara. İnşallah gələcəkdə də bu balaca kitablığımı böyüdərəm. Belə bir arzum var, gerçəkləşər inşallah. Burada da rənglərinə baxıram, bir-bir səliqəli görünsün deyə qıraqdan rənglərinə görə sıralayıram, düzürəm. Boylarına da baxıram, fikir verirəm. Nəhayət ki, bitdi. Rənglərinə görə sıraladım belə. Mən kitabları düzənlədikdən sonra getdim, biraz telefona baxdım, dostlarımla mesajlaşdım falan. Vaxtımı elə keçirtdim. Ona görə də bir də baxdım ki, saat 8-ə işləyir 15 dəqiqə. Axırıncı vlogumu da deyəsən elə bu vaxtlarda bitirmişdim. Çünki bu vaxtdan sonra çəkə biləcəyim elə bir şey qalmır. Yəni, nə edə bilərəm bu vaxtdan sonra? Boş-boş, yəni istəmirəm vlog çox uzun olsun. Belə, ümid eləyirəm ki, bu vaxta qədər baxmısınız videoya. Əgər baxmısınızsa, kanala abunə olub, like atmağı və mənə dəstək olmağı unutmayın. Və bundan sonraki vloqlarımda da getdikcə günlük vloqlardan çıxacaq və daha maraqlı videolar gələcək. Çünki dediyim kimi rayona getmək istəyirəm. Rayona getsəm daha da maraqlı videolar çəkəcəm. Görüşərik, hələlik.